Yəni çölüstü restoran olaraq 35-40 cürə qazan yeməklərimiz var. Hal-hazırda sizə bir neçə yeməyi təqdim eləmək istəyirəm. Yəni bu bizim buğlamadır ev sayağı, yəni köz üstündə bişmiş yeməklərimizdir quzu əti ilə və can əti vişnəli var. Bu çeşid yeməklərimiz çoxdur. Mən sadəcə olaraq onu demək istəyirəm ki, ehtiyac yoxdur bu yeməklərin hamısını göstərmək. Onsuz da bu günlər sosial şəbəkə falan hamı yeməkləri maşallah olsun təqdim edir. Bizim təqdimata ehtiyacımız yoxdur. İnşallah ki, qonaqlarımız gəlib özləri bəzi sürpriz yeməklərimiz var. Yəni gəlib nə qədər ki, burada görsələr daha yaxşı olar. Bu bizim restoranın pub hissəsidir. 2-ci mərtəbədir, bura terasdır. Canlı musiqi, pivə məzələri ilə, pivə setləri falan hamısı burada olacaq. Canlı musiqilər burada olacaq. Deməli Orman bəy, köz restoranı əvvəl ailəvi restoran kimi fəaliyyət göstərib ancaq. Amma sonradan mansard hissəsini pub kimi fəaliyyətə start vermişsiniz. Bəli, bəli. Bura neçə nəfərlik yer tuturdu? Bizdə sırf mansard hissəsi, pub üçün ayırdığımız, nəzərdə tutduğumuz hissə bir 250-300 nəfərə yaxındır. Ümumilikdə götürəndə bizim hal-hazırdakı restoranda bir 1000 nəfər qonağı, yəni Neçə kabinet zalı var? Banket zalı neçə nəfər tutur? bizim banket zalımız var 60-70 nəfərlik, yüksək səviyyədə, yeni remontdan çıxmış bir 20 kabinetimiz var. Üstü bağlı, yan açıq besetkalarım olsun, domiklərim olsun, açıq havada besetkalar olsun. Yəni ümumilikdə bir 20 kabinet, bir zal, bir 20-25 dənə də besetka var hal-hazırda, bir 6 da dom var. Çox sağ olun ki, bizim üçün gözəl bir süfrə açmışsınız. Təşəkkür edirik sizə. Orman bəy, bu süfrədə olan təamları bizə təqdim edə bilərsiniz? Əlbəttə, amma ilk öncə onu deyim ki, siz də xoş gəlmişsiniz, siz də bizim qonağımızsınız. Hal-hazırda masamız sıradan hər gün qonaqlarımız üçün açılmış, hazır olan yeməklərdəndir, yəni özəl yeməkdir. Masamızda xalodlarımız hamısı təbii, özümüz yəni peşəkar aşpazımız olsun, kebabçılarımız olsun, xalodlu qismi olsun, hamısı təbii hazırlanmış nemətlərdir. Gördüyünüz salatlar falan hamısı təbii, hər gün gündə 2-3 dəfə hazırlanmaqla hazırlanır. Hal-hazırda ocaq yeməyi var buğlama quzu əti ilə. Buğlama. Bəli. Kebablarımızdan nə var? Kebablardan antrikotdur, dana bastırmasıdır, quzu iç salatıdır, toyuq kebabıdır. Bizdə bir şey də vurğulayım ki, lülə olmur əslində. Bizdə sırf döymədir, kötük döyməsidir. Tərəvəz kebabıdır, yəni belə. Bir də onu deyim ki, bu da bizim özəl yeməklərdən biridir. Can əti. Bəli, can ətidir. Səbzi qoruma olunub, ispanaq falan, yəni bu belə.